Ermənistan haqqı başa düşdü. Azərbaycan torpaqlarını qaytardılar. Söz şəhidlərimiz Allah rəhmət eləsin, şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində Azərbaycan torpaqları Ermənistandan alındı. Amma mən qanuni haqqımı məhkəmə qətnamaları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə alamıyorum. Niyə alaba İcra Probasiya şöbəsi bu işə baxmalıdır? Bir mənalı. Niyə baxmır? Çünki ona nə deyirlər sizə? Bax, aparırsınız məhkəmə qərarını, deyirsən ki, ay bax, bilməm, Limasallı İcra Probasiyası yoxdur, Lənkəranki. Qardaş, bax, məhkəmə qərarı var. Məhkəmə qərarı dövlətin adından verilibdir. Bu qərarı icra elə. Məsələn, tam ki, icra o vaxt olunmur ki, vətəndaşın pulu olmur. Bir adam olur, onun nə əmlakı olur, nə pulu. İndi sizə borclu olan ki var, bu təşkilatdır, dövlətdir. Bunun ki, pulu da var, əmlakı da var, hər şey var. Niyə alıb vermirlər sizə? Vüqar müəllim, 2022-ci ildə borclu təşkilatın əmlakına həbs qoyulub. Aha. Həbs qüvvəsini də alıb. Hətta Lənkəran rayon İcra Probasiya şöbəsi əmlaklara baxış üçün, qiymətləndirmək üçün Sərraf MMC-ni dəvət edib. Oranın rəhbəri vardı, onun da adı Vüqar müəllimidir. Vüqar müəllim gəlib, əmlaklara baxış keçirdib, 600 manatdan mənə pul ödətdirib. Halbuki iki tərəfin hesabına vurulmaydı bu. Tək mənə ödətdirdilər Lənkəran İcra Probasiya şöbəsi. Sonradan bu məhkəmə qətnaması Vüqar müəllim hərraca da gedib, satılmayıb deyə geri qaytarılıb. Bu məhkəmə qətnamasının Lənkəran İcra Probasiya şöbəsi itibata salmadadır. Dəfələrlə 2022-ci ildən bu tərəfə dəfələrlə məhkəmələrə yenidən bu əmlaklara görə müraciət edib. Probasiya şöbəsi? Bəli, deyirəm, axı buna... Bəs bir dəfə əmlaka müsaade qoyublar axı? Məhkəməyə bunlar qətnama var, qüvvəsini də alıb. Lakin buna niyə təzədən məhkəmə? Dəfələrlə, 10 dəfə, 20 dəfə, bəli. Çünki mən açıq aşağı, bu vaxt keçən səfər efir vasitəsilə deməmişdim, amma sosial şəbəkələrdən demişəm. Məndən istəniləni vermədiyimə görə, bizim şirinliyi vermədiyimə, hala 2021-ci ildə Lənkəran İcra Probasiya şöbəsi mənim başıma boyunu gətirir. Mən hala bunu indi demirəm efir vasitəsilə. Mən 2022-ci ildən Cənab Prezident İlham Əliyevə müraciətlərimdə, Ədliyyə Nazirliyinə müraciətlərimdə, bütün dövlət qurumlarına müraciətlərimdə mən bunu bildirmişəm. Bu, indi deyilən bir söz deyil. Yəni, yoxlasınlar, mənim hər dəftərxanada məktublarım var. Mən bunu 2022-ci ildən bəri deyirəm. Zaten bəli, İcra Probasiya şöbəsinin... Rüşvəsiz iş görülmür. Rüşvəsiz iş görülmür. Rüşvəsiz iş görülmür. Bir dənə rüşvəsiz görülən işlər bankların masalıdır. Ondan görə də banklar bunlara aylıq konfetdə pul verirlər, neyinlə bulan işlər görülür. Bir də ki, boşanmış qadınların, üzr istəyirəm, alimentlərini alırlar, onlardan da... Orada da kim pul